ay cavanlar, tələbələrə dedik, yoldaşlarınıza səbr edin, həyat yoldaşlarınıza. Cəmaət də deyirdi tələbələr ki, özü yəqin mələklə evlənib, keyfdədir, bilmir biz nələr çəkirik. Deyirlər bir gün gedək bunun evinə, heç vaxt evinə çağırmır cəmaət. Deyirlər ki, duraq xəbərsiz gedək bunun evinə. Gəlirlər tələbələri, qapını döyürlər, ustad sizə gəlmişik. Bu deyir, hə, nə bilim bala. Da gəlmişsiniz də keçin. Bunlar deyir, bu niyə görə belə qonaq qarşılayır? Deyir, elə evə keçmişdi, qonşu otaqdan xanımının səsi gəldi, buna da söz qalmadı deməsin. Bu da başına aşağı salıb dayanıb. Deyir, bağışlayın, deyəsən narahat vaxtda gəldi, əsəb. Deyir, elə belədir. Elə bu normal, adi halımızdır. Günümüz belə keçir, maşallah. Günümüz elə belə keçir. Və biz də buna dözürük. Dözmək də bir var, acizlikdən dözürsən, gücün çatmıyor, Allahın adına yazırsan, o yox. Gücün çatmır ona, al deyəsən, mən səbr edirəm. Göz səbr eləməyib neynəyəcəkdin, o yox.